Ermənistanda etirazlar səngimir. May inqilabına hazırlaşan müxalif qüvvələr kütləvi aksiyaların miqyasını genişləndirirlər. İrəvana bölgələrdən də etirazçılar toplaşıb. Yollarda nəqliyyatın hərəkətini məhdudlaşdıran aksiyaçılarla polis arasında toqquşmalar baş verib. Xəsarət alan və saxlanılanlar var. Ermənistanda müxalifətin ya oğlum ya ölüm şüarı ilə çağırışlarından sonra bölgələrdən İrəvan istiqamətinə axın başlayıb. Aksiya iştirakçıları İrəvanın cənub qapısı hesab edilən Fransa meydanında toplaşıblar. Səhər saatlarından etirazçılar İrəvanın mərkəzi küçələrini bağlayıblar. Onlar Xancan, Nalbadyan küçələri, eləcə də Heratsi küçəsindəki tuneli toplaşıblar. Müxalifətçilər etirazların hər gün saat 8:30-dan davam edəcəyini açıqlayıb. Bildirilib ki, onlara dəstək verən etirazçıların sayı 50 mindən çoxdur. Lakin Ermənistan polisinin məlumatına görə meydanda etirazçıların sayı 15 mindən az olub. Ermənistan hökuməti hüquq mühafizə sistemi əməkdaşlarının gücləndirilmiş iş rejimə keçmələri barədə göstəriş verib. İrəvanda təhlükəsizliyin qorunması üçün 20 mindən çox əlavə polis və daxili qoşunların hərbiçisi cəlb edilib. Baş nazir Paşinyanın yaşadığı evin ətrafında mühafizə dəstələrinin artırıldığı bildirilir. İrəvanın Azadlıq və Respublika meydanlarında polis qüvvələrinin canlı sədd quraraq etirazçıların qarşısını kəsmə cəhdləri qarşı durmaya səbəb olub. Erməni kütləvi informasiya vasitələrinin məlumatına əsasən toqquşmalarda 12 nəfər xəsarət alıb, 50-yə yaxın aksiyaçı isə saxlanılıb. Həbs olunanlar arasında mitinqin əsas təşkilatçılarından biri, parlament spikerinin müavini İşxan Sağatelyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, hazırda parlamentdə siyasi blok rəhbəri Artur Vanetsyanın oğlu da var. Bundan əvvəl İşxan Sağatelyan nümayiş iştirakçılarını meydanda çadırlar qurmağa və gecəni həmin çadırlarda gecələməyə çağırıb. Qeyd edək ki, etirazlarda ölkənin keçmiş rəhbəri Serj Sarkisyan da iştirak edib. Aydın Eyvazov, Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.